Bakıda qaynata kürəkənini lomla döyüb. Məlumata görə hadisə paytaxtın Suraxanı rayonu Hövsa qəsəbəsində baş verib. Qəsəbə sakini Əjdər Əhmədov adı soyadı şərti verilib. Hövsan qəsəbəsində ev tikintisi məqsədi ilə 2 torpaq sahəsi alıb. O, torpaq sahəsində 4 otaqlı ev tikəndən sonra mənzilinə köçüb. Əjdər həmçinin kirayədə yaşayan qızını ailəsi ilə birlikdə həmin evdə yaşamağı təklif edib. Qızı və kürəkəni təklifi qəbul edib və ailə Əjdərlə birlikdə yaşamağa qərar veriblər. Bir müddətdən sonra Əjdər digər torpaq sahəsini kürəkəninə verib və orada onlar üçün ev tikintisinə başlanılıb. Evin tikintisi başa çatandan sonra Əjdərin kürəkəni Şahin evin bir otağını yarımçıq təmir edib, axşamlar həmin otaqda qalmağa başlayıb. Amma o, evdə qaldığı vaxt pul qazanmayıb, ailəsinin dolanacağına kömək eləməyib. Şahinə bu barədə irad bildirən Əjdər onunla bir neçə dəfə mübahisə edib. Sonuncu dəfə Əjdər Şahinə irad bildirərkən sonuncu ona cavab qaytarıb. Məsələdən əsəbləşən Əjdər evdəki lomla Şahini vurub. Şahin aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib.